بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی نبینا محمد و آله الاطیبین الاطهرین و لعنت الله علی اعادیهم اجمعین من الآن الی قیام یوم الدین. السلام علیک یا ابا عبدالله و علی الارواح التي حلت بفنائک. علیکم منا جمیعا سلام الله ابدا ما بقینا و بقی اللیل و النهار ولا جعله الله آخر العهد منا لزیارتکم. السلام علی الحسین و علی علی ابن الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین. Aziz ve değerli kardeşlerim ve arkadaşlarım ve aziz ağalar ve hanımlar, müminler her yerde varsınız. Allah'ın selam ve berekatı üzerinize olsun inşallah. Allah sizin ve bizim tevfikatimizi Ebu Abdullah Hüseyin ihtiramına günü gündən çox açsın ve marifetimizi ve imanımızı tərəqqi versin inşallah. Geçen neçə cələsədə bəhsimiz İmam Hüseyin aleyhisselam ve Kur'an. Ya deyək İmam Hüseynin qiyamı Kur'an hesabıyla və Qur'andakı bu qiyamın təməlləri və kökləri və əsasları bizim bəhsimiz idi. Bir neçə ayə xidmətuza bəyan olundu. Əvvəlin ayə ki bəyan olundu, mövzu tevhid mövzusu idi. Bizim əsl əqidəmiz tevhiddir və tevhidin neçə mərhələsi var. En son mərhələsi tevhid der vilayətdir. Vilayətdə tevhid. Yəni bu ki, fəqət və fəqət Allah sənə və mənə hakim ola bilər. Və Allahın qanunu qanundur, Allahın hökmü hökmüdür və bizim başımızın üstündə Allah və Allahın peyğəmbərləri və əimmə fəqət və fəqət ola bilərlər. Əmr onların əmridir, nəhy onların nəhyidir. Bu, tevhidin ən son mərhələsidir. Və ərz etdik xidmətuza ki, əgər bir kişi bilə ki, Allah birdir, bu lazımdır, amma kafi deyir. Əgər bir kişi bilə ki, Allahın sifətləri və özəllikləri onun müqəddəs zatı ilə birdir, bu lazımdır, amma kafi deyir. Kafi deyir nədə? Yəni bizim dinimiz hələ muhaqqaq olmayıbdır. Bizim dinimiz gerçəklənməyibdir, muhaqqaq olmayıbdır. Əgər bir kişi bilə ki, bizim Rəbbimiz Allahdır, bir nəfər, bir insan bilə ki, bizi yaradan Allahdır, bizə rizq ruzi verən Allahdır, lazımdır, amma kafi deyir. Bunları çoxları qaildirlər, bunları bilirlər və qəbul edirlər. Hətta ən kötü qumrah, ən böyük qumrah ki şeytandır, şeytan həm bilir Allah var, həm bilir Allah birdir, zat-ı müqəddəsi birdir, sifəti də zatı ilə aynı şeydir, birdir və həm bilir ki Allah Rəbbidir, Allah razıqdır, Allah xaliqdir. Bunların hamısını bilir, amma müsəlman deyir, amma kafirdir. Pəs insanın müsəlmançılığı bundan deyir ki, deyə Allah birdir və deyə mənim rizqimi Allah verir və bilə ki, məni Allah yaradıb və məni Allah öldürür, dünyadan aparır, dünyaya gətirir. Tevhid-i əfali, tüm dünyada cümlə feillər ki olurlar, hər bir ittifaq ki olur. Ma təsqutu min vərəqətin illa ya'ləmuha ki Quranda vardı. Ağaçdan bir yapraq yerə düşmür, məgər Allahın elmi ilə və Allahın izni iləndir. Bunların hamısını bilə, tevhid-i əfaliyə də qail ola, tamam feillər Allahın feilidir. Bu da lazımdır, amma kafi deyir. İnsan o zaman müsəlmandır ki, tevhid vilayətiyə qail ola.
Yəni fəqət deyə ki, mənə hakim Allahdır. Mənə əmr eləyən Allahdır və Allahın əmrinə təslim ola və Allahın nəhyiləri ilə uzaq ola. Yəni, nəhy elədi bir əməldən, o əməldən uzaq ola. Əmr elədi bir əmələ, o əməli yerinə gətirə. Vacibin vacib bilə, həramın həram bilə, Allahın həlalın həlal bilə, həramın həram bilə. Bu zaman deyilər ki, bu vilayətdə tövhidə yetişibdir. Yəni, Allaha təslim olubdur. Bir adam ki, Allaha inanır, amma Allaha təslim olmayıbdır, bu müsəlman deyir. Şeytan ki, Allaha inanır, Allahın varlığına inanır, amma biz şeytanı müsəlman salmıyoruz. Bəlkə biz şeytanı ən böyük bir kafir və bir tağut hesablıyoruz. Pəs bura ki yetişdiyi tövhidi dər vilayət, yəni olur o ayənin mənası ki, buyurdu, Əuzu billah minəşşeytanirrəcim, İnnəmə vəliyyukumullah və rəsuluh vəllezine amenu, əlləzine yuqimunəs-salat və yutunəz-zəkat və hum rakiun. Yəni, sizin fəqət və fəqət vəliyüz, vəli, yəni başqanız, böyüyüz, reisüz, o ki sizə əmr eləyə bilər, o ki sizə nəhy eləyə bilər, o ki sizə qanun yaza bilər, o ki sizə hökumət belirlədə bilər, təyin eləyə bilər, o fəqət və fəqət Allahdır və Allahın peyğəmbərləridir və Allahın əimməsidir ki, bizə təyin eləyibdir. Buna deyərlər tövhid-i dər vilayət, vilayət tövhidi. Bu mərhələyə ki, daxil oldun, yəni Allaha təslim oldun. Allaha təslim oldun, yəni sən oldun bir müsəlman, müsəlman həqiqi. Və Allaha təslim olmaq ki, ən son mərhələdir tövhiddə iki rüknü var, qardaşım, əzizim. Hardasan diqqət elə. Böyük bir hekayətdir bu hekayəti ki, bu bəhsi də biz gətirmişik. Böyük bir hekayətdir və böyük bir dərsidir ki, biz Aşura hadisəsindən və Aşura qiyamından və İmam Hüseyin qiyamından bu dərsi biz almalıyıq. Tövhid dər vilayətin iki rüknü var, əzizim. Bir rüknünə rüknü səlbi deyərlər, yəni Allahdan başqa başqanlara yox demək, tağutlara yox demək, əndada yox demək, əzdada yox demək, Allah düşmənlərinə yox demək ki, Qur'an-ı Kərimdə bir çox ayələr bunu fərqli ibarətlərlə bizə bəyan edibdir. Mən əgər sizə desəm Qur'anın yarısı, bəlkə İslamın yarısı bu hekayətdir, yəni tağuta yox demək hekayətidir, İslamın yarısı budur, siz heç təəccüb etməyin mənim bu sözümdən, heç təəccüb etməyin. Özü də bu yarı ilə yarının fərqi var, əziz və dəyərli qardaşlarım, diqqət edin. Yarı ilə yarının fərqi var. Əgər sən bir bina tikibsən, bir ev məsələn düzəldibsən, orada inşallah zindagi eləyəsən sağ-səlamət, onun məsələn əvvəl yarısı onun təməlidir, onun fondasyonudur, onun əsasıdır. Ondan sonraki xərcilər, məsələn, iş xərciləri qapısından, pəncərəsindən, sevitasından, bərqindən, nə bilim, başqa şeylərindən ki, ehtiyacımız var bu evin içində, o da yarısıdır. Amma o əvvəldəki yarı, o əsasdır. Bu yarı əsasdır. Bu olmasa ev olmaz. Evin təməli olmasa ev olmaz. Evin fondasyonu olmasa, rüknüləri olmasa, dirəkləri olmasa, sütunları olmasa ev olmaz. Amma evin içində əgər məsələn sevit olmasa, bizə rahatsız ola bildik. Amma ev ola bilər. İslamın o əvvəl yarısı tağutlara yox deməkdir. Mələsəf, nə yazıqlar olsun, nə təəssüf eləməliyik ki, bu əvvəl yarını müsəlmanlar tərtəmiz büküblər və qoyublar kənara. İslamın əvvəlindən ta büyünə kimin, bu yarını İslamın yarısı ilə müsəlmanların işi olmayıb. Bilə-bilə, bunu bilə-bilə gedin, aktarın, görün nədən bu səbəb oldu ki, belə olar. Niyə?
Niyə? Mən nədəninə bir az işarə eləyim. Siz özünüz əlhəmdülillah hamuz mən bilirəm ki, əhli mərifət o, əhli dərk o, əhli təqvasız. Bilməlisiniz ki, görək bu yarıdan nə səbəb oldu ki, İslamın yarısını müsəlmanlar razı olmadılar və qoydular kənara. Qur'anın yarısını qoydular kənara. Onun səbəbi bu idi ki, qardaşım, insan nəfsinə tabidir. İnsan nəfs əmmarəsindən geçmək zor bir işdir, çətin bir işdir. Bu qolaylıqda deyil, bu asanlıqda deyil. Niyə? Çün tağuta ki yox deyəcəksən, o tağutun lap başındakı tağut insanın nəfs əmmarəsidir. Yəni bunun mənası belə olur ki, sən özüva yox deməlisən. Bunu özünə yox demək asan deyil, hasat bir iş deyil, rahat bir iş deyil, insan özünə yox deyə. Tamam eşikdəki tağutlar qayıdır buna ki, biz içəridəki tağutun müşkülün həll eləyənməmişik. Yəni nəfs əmmarəni həll eləyənməmişik. İblis-i ləin, şeytan-ı məl'un, bunlar belə deyirlər ki, bizə hökumət eləyə bilərlər. Bunların ayaq yerləri və hökumət durumları və yerləri insanın nəfs əmmarəsidir. Əgər Qur'anda Allah-u Müteal buyurdu, xitab elədi şeytana və buyurdu ki, İnnə ibadi leysə ləkə aleyhim sultan illəl-ləzinə təbəukə minəl qavin. Ey şeytan, bunu bil, mənim bəndələrimə sənin heç bir sultan yoxdur, sənin heç bir onlara müsəllət olanmasan, mənim bəndələrimə sənin gücün yetişməz və onları yoldan çıxadanmasan, illəl-ləzinə təbəukə minəl qavin. Fəqət sadəcə və fəqət onlar ki, səndən təbəiyyət eləyələ və bilə-bilə öz ixtiyarları ilə gələlər sənin arxında və sənin dalında və səndən təbəiyyət eləyələr və sənin sözüvə baxalar. Onları sən yoldan çıxada bilərsən, onları sən münhərif eləyə bilərsən. Pəs ən böyük tağut insanın nəfs əmmarəsidir. Və bu nəfs əmmarə səbəb olur ki, şeytan insana müsəllət ola. Şeytan insana müsəllət olandan sonra, ondan sonra tağutların, eşik tağutların hökumətləri başlanır. Pəs əvvəlin rüknü sənin tohidun budur ki, nəfsuva yox deyəsən və ondan sonra şeytana yox deyəsən və ondan sonra eşikdəki tağutlara hakimləri ki, insanı Allahın yolundan dışa dəvət edirlər, Allahın yolundan çıxartmaq istəyirlər və sədd düzəldirlər Allahın dininin qabağında, onlara da yox deməyin və bu dinin yarısıdır. Bunun davamını inşallah gələn cələsəmizdə xidmətinizə mən ərz eləyəcəyəm. Bu bəhsin davamını çox önəmli və çox böyük və diqqət eləməli bir bəhsidir. Bu cələsə, bu miqdar bəsdir inşallah. Gələn cələsəmizdə mən bu bəhsin davamını inşallah xidmətinizə yetirəcəyəm. Allah hamımızdan razı olsun inşallah. Və sallallahu ala nəbiyyina Muhammedin və alih və səlamu aleykum və rəhmətullah və bərəkatuhu. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حبت